Salam dostlar, günün xəbərini sizə FIDI futbolundan verəcəyik. İki transfer xəbərimiz var. İlki Almaniyadandır. Belə ki, Barcelona Kölnün vingeri Said Elmalı ilə maraqlanır. 19 yaşlı Almaniyalı futbolçunu həmçinin Manchester United və Bavariya klubları transfer etmək istəyir. Onun transferi 30-40 milyon avro arasında başa gələ bilər. Bildiyimiz kimi vingerdə oyuncu və yaşına görə çox istedadlı həqiqətən. Digər xəbəri isə Fuad təqdim edəcək sizə. Digər xəbərimiz isə odur ki, Barcelona axır ki, mərkəz müdafiəsi transfer etmək istəyir. Gözlənilən gün gəlib çatdı. Amma elə tez sevinməyə dəyməz. Bilmirik, komanda bu oyunçunu transfer edə biləcək yoxsa yox. Şəxsən mən istəyərdim ki, yəni komanda bu oyunçunu transfer etsin. Söhbət Portuqaliyalı müdafiəçi Gonçalo Ignacio'dan gedir. Sporting Lisabonun oyuncusudur və doğrudan da çox bəyənirəm bu oyuncunu. Topla rəftarı, ümumiyyətlə build-upda göstərdiyi o önəmli töhfə doğrudan da komandanı irəli daşıyır və inanıram ki, əgər Barcelona Ignacio'nu komandaya gətirə bilsə, o komanda çox uğurlu olacaq. Onun transfer məbləği 60 milyon avro civarında dəyərləndirilir. Sərbəst qalma məbləği belədir. Bilmirəm Barcelona bu transferi reallaşdıra biləcək yoxsa yox, amma mənə görə Barcelona üçün ideal bir transfer olar. Digər namizədim isə Borussia Dortmunddan Schlotterbeckdir. Mən bunu həmişə öz çıxışlarımda demişəm. Həmçinin bu haqda da xəbərlər var. Həmçinin bəli, bu haqda da xəbərlər var. Komanda onunla da maraqlanır. Amma Ignacio da pis deyil. Ignacio potensiallı və perspektivli müdafiəçilərdən biridir hal-hazırda Avropa futbolunda. Ümid edirik ki, komanda bu transferi reallaşdıra biləcək və yaxud hər hansısa bir top səviyyəli müdafiəsini transfer edə biləcək. Çünki bu mütləqdir. Hal-hazırki müdafiə xəttimiz etibar vermir və əgər biz davamlı olaraq böyük titullar üçün mübarizə aparmaq istəyiriksə, əlbəttə ki, müdafiə xəttimiz ideal bir şəkildə olmalıdır.